Maraqlı bir sualdır. Kəsirlərin müqayisəsi ilə bağlı. Əvvəla onu deyək ki, kəsirləri müqayisə etməyin, belə deyək, iki yerə ayrılanı da nəzərə alsaq 5 qaydası var. Yəni 5 qaydanı müqayisə edə bilərik. Burada onlardan hazırda bir iştirak edir surətlərin bərabərliyi. Deməli, qaydada da belə deyir ki, surətlər bir-birinə bərabər olduqda məxrəci böyük olan həmişə kiçik sayılır. Yəni bir tərsinəlik var. Tərslik olur. Böyük olan kiçikdir, kiçik olan böyükdür. Amma biz indi bunların bəs məxrəcini müqayisə etmək istəyiriksə necə müqayisə edəcəyik? Həmin ədədləri yazaq aşağıdan. 1,5, 1,55, 1,5. Deməli, öz onlu kəsirləri müqayisə elədikdə belədir ki, yəni müqayisə etmək istəsəz biz onları vergüldən sonra eyni sayda rəqəmlər sayı eyniləşdirib daha sonra müqayisə edirik. Yəni necə? Məsələn, bunun yanına bir 0 əlavə edəndən sonra müqayisə eləyə bilərik. 50 böyükdür, yoxsa 55, 55. Amma bəs onluq kəsirləri, dövrü onluq kəsirləri necə edəcəyik? Bəzən şagirdlər bunu necə edirlər? Adi kəsirə çevirirlər, biraz işlərini çətinləşdirirlər. Amma bunun qısa qaydası necə deyərik? 1,50. Hələ ki, ədədin özün yazın. Burada da həmçinin. 1,5 ədədimizin biri budur. 1,55'dir. Bunu necə yazacağıq? Dövrdə 5 bizə bildirir ki, 5 burada təkrar olunur. Deməli 1,5, 5, 5, 5. 4 dənəsini yazdım. Nöqtə də yaza bilərəm. Burada 4 dənəsi yazmışamsa, bunlarda da 4 dənə olmalıdır ki, mən bunu müqayisə edə bilim. Bu zaman nə edirəm? Yanına istədiyim qədər 0 yaza bilərəm. Daha sonra müqayisə edə bilərəm. Deməli 5000, 5500, 5555. Və dedik ki, kiçik olan böyük sayıldığına görə burada kiçik olan həmin bu ədədimiz daha böyük ədəd sayılacaqdır. Yəni A böyükdür B böyükdür C formasındadır.